Hər vaxtınız xeyir olsun, dəyərli Empati TV izləyiciləri, əziz xanımlar. Yenə Qadın Saatı proqramındayıq və yeni ildə ümid edirəm ki, bizdən, yəni Qadın Saatından, Qadın Saatında olan qonaqlardan həyatımızı dəyişəcəyimiz, öyrənəcəyimiz çox şeylər olacaq. Bəzən uğurlu insanlar görəndə bizə elə gəlir ki, bu uğuru bir anda nəsə baş verib, əldə edib, amma onun arxasında nələr yatır, o uğura necə çatıb, onu düşünmürük. Elə artıq biz 2026-cı ildə də məhz qonaqlarımızla bu barədə danışacağıq. Yəni onların həyat hekayələri, uğur hekayələri, bu yola necə gəliblər, bu zirvəni necə əldə ediblər, ondan danışacağıq. Bir sözlə qonaqlarımızın portretini yaradacağıq. Elə isə ilk qonağımı sizə təqdim edirəm. Yəni yeni ilin 2026-cı ilin ilk qonağı xanım Bilalova. Xanım özü özünü təqdim edəcək. Xoş gəlmisiniz Hoş studiyamıza. geldiniz. Kimdir xanım Bilalova? Teşekkür ediyorum dəvətiniz üçün ilk öncə. Çox xoş oldu. Çox çətin sual verdiniz. Niyə çətindir? Çünki biz terapiyada bu sözü istifadə edirik. Deyirik ki, sən kimsən? Adətən deyirlər. Məsələn, filan kəsova filan kəs. Deyirəm filan kəs sənin adındır. Məsələn, desəz ki, Sevinç. Bəli. Deyəcəm, Sevinç bu sizin adınızdır. Siz dünyaya gələndə sizi nəsə deyib çağırmalıydılar. Bir ad qoydular çağırmaq üçün. Deyəcəksiniz, məsələn, soyadınızı Rəcəbova. Rəcəbova Sevinç. Deyəcəm, bu da sizin hansı soy kökdən gəldiyinizi göstərir. Nə sizin adınız siz deyilsiniz, nə sizin soyadınız siz deyilsiniz. Ata adınız, o da sizin kimin qızı olduğunuzun göstəricisidir. Mənə nə saysaz, bunların heç biri sizin kimliyiniz deyil. Peşənizi saysaz sizin kimliyiniz deyil. Bəli. Hansı soy kökdən gəldiyinizi, hansı milliyyətdən olduğunuzu, bunların heç biri siz deyilsiniz. Və qalırlar belə. Məsələn, bəziləri deyir, mən anayam. Deyirəm, yox. Aha, özünü necə görür, eləmi? Sən ana deyilsən. Mən soruşmuram ki, sən hansı öhdəliyi həyata keçirdirsən, hansı funksiyanın icraçısısan. Bəli, Qadınıqsa təbii olaraq ki, dünyaya övlad gətiririk, insan nəsli davam eləməlidir. bəli. Bütün canlılarda belə olduğu kimi dişilər bala verir. Yəni bu sənin kimliyin deyil, bu sənin bir funksiyandır. Bəziləri deyir, mən həyat yoldaşıyam. Deyirəm, o da sən deyilsən. Yəni nə saysaz, bu sizin kimliyinizin göstəricisi deyil. Sual daha dərindir. Bəli. Sən kimsən? Gördüyünüz kimi mən sizin ixtisasınızı belə demədim. Bəli. Artıq düzdür, sosial şəbəkələrdə o qədər öndəsiz ki, insanlar sima olaraq tanıyır və hətta kimliyinizi bilirlər, amma sizin dilinizdən eşitməyimiz daha məqsədə uyğun olardı. Hı hı. Kimdir xanım? Mən deməli psixoloq, qadın koçu, 3 övlad anası, 23 ildir ailəliyəm və həyatını insanların şəfalanmasına adayan biri kimi görürəm. Nə qədər bacarıram bunu Allah bilir, amma bacardığım qədər əgər bu dünyaya gəlmişəmsə faydalı bir iş görüb insanların biraz da olsa rahatlamalarına, biraz da olsa xoşbəxt olmalarına səbəb olan biri kimi özümü görürəm. Hekayənizin başlanğıcını soruşsam, bəzən deyirik ki, sən dəyiş, həyatın dəyişəcək. Bu Hı hı. psixoloqların daha çox işlətdiyi cümlədir. Deyirik ki, düşüncəni dəyiş, həyatın dəyişsin. Hı hı. Xanımın həyatında necə oldu? Düşüncəsimi dəyişdi, həyatı dəyişdi, yoxsa nə baş verdi ki, xanım psixoloq oldu? Ümumiyyətlə uşaqlıqdan mənə insanlar çox maraqlı idi. Lap balacalıqlarımdan yadımdadır. Niyə bu insan adətən belə bir söz var idi ki, filankəsin gözündən bilirsən ki, bu necə adamdır və yaxud deyir onun gözündən bilmək olur. Böyüklərdən eşidirdim bu sözü. O qədər mənə qəribə gəlirdi ki, axı adamın gözünə baxıb necə bilmək olar ki, bu necə mən də baxırdım insanların gözlərinə, heç nə başa düşmürdüm. Hardasa 9-10 yaşlarım var idi. Ya o vaxt marşrutkalar var idi, yadınıza gələr. Orada gedəndə baxırdım adamların gözünə. Deyirdim axı mən oxuya bilmirəm. Nə var axı burda? Mənə çox maraqlı idi insanların görünən yox, görünməyən tərəfləri. Və yəqin ki, insan sərrafı olmaq istəmişəm. İnsanları tanımaq istəmişəm. Amma görünəni yox, göstəriləni yox, görülməyəni. Çünki hamı cəmiyyətdə onsuz da baxanda müəyyən maskalar taxıb çıxırıq da. Nə qədər az adam olduğu kimi görünür və məktəbdə oxuyanda heç yadımdan çıxmaz. Bizdə pilləkənlərdən düşəndə belə bir tabliçka var idi divarda ki, ya olduğun kimi görün, ya göründüyün kimi ol Aristotel.
Hər dəfə o pilləkəndən düşüb çıxanda mən o sözü bilmirəm niyəsə takılırdım o sözü oxuya-oxuya düşürdüm pilləkənlərdən. Yəni bu şeylər də səbəb oldu ki, insanları tanımağa cəhd elədim və gör görünməyəni görmək. Ən böyük arzum insanlara baxanda onların görünməyən tərəflərini görmək idi. İnsanların görünməyən tərəfini görə bildinizmi? Görə Daha bildim, çox görə görə bildiniz. bildim. Bu sizə necə təsir bağışlayırdı? Təbii ki, psixoloq olandan sonra Hı hı. gördünüz, amma, tam olaraq belə deyək, ixtisasınız tamamilə Bəli, psixoloqdur, elə bəli, deyilmi? praktik Hə, psixoloq, praktik bəli. psixoloqsunuz və bunu niyə soruşdum? Bəzən sonradan biz, Hı hı. əldə edirik, psixologiya sahəsinə, müraciət eləyirlər. Bəzən də elə o kimlər ki, doğuşdan özündə bunu hiss edir, o mütləq onun təhsilini alır. Hı Eynilə hı. mən özümü həmişə jurnalist kimi görürdüm və mənə neynəsələr də mən heç bir, fakültəni seçmədim, ancaq jurnalistika Hı oxumalı idim. hı. Çünki o elmin dərinliyini bilmək istəyirdim. Yəni, psixoloq olmazdan öncə dediniz ki, Hı yəni hı. araşdırırdınız insanların, Bəli. görünməyən tərəflərini görmək istəyirdiniz. Çətin deyildimi? İnsanların görünməyən tərəfini görürsünüz, amma psixoloq deyilsiniz. Əm, yox, çətin deyil idi. Maraqlıdır deyə çətin deyil idi. İnsana maraqlı olan, heç nə çətin gəlmir. Çünki özünə maraqlıdır. Amma aydınlanma yaşayırsan. Təbii ki. Artıq görünməyəni görəndən sonra, bir məclisə girirsən, bir qonaq gedirsən, hamı axı başlayır özünü mən Hı eləyib, hı. biz beləyik, bizim ailəmiz belədir. Baxan kimi axı görürəm ki, bax sənin ərin budur, sən busan. Yəni burda reklama ehtiyac yoxdur da, özünü daha yaxşı təqdim etməyə ehtiyac yoxdur. Elə olan halda sakit qalıram. Bəzən nəsə deyirəm, özümü saxlaya bilməyib nəsə demiş ola Hı bilərəm. hı. Onda da sonra yoldaşım yolda deyir ki, sənə nəyə lazım idi, bunu niyə Hə, müdaxilə siz eləyirdin? belə deyək, emosiyalara qapılırsınız və deyirsiniz ki, axı mən səni tanıyıram. Bir də mənə lazımdır ki, daxili aləmini mən o zaman yanlış anladım. Mənə elə gəlir ki, bir insana baxanda, tutaq ki, mən Hı belə hı. baxıram insana ki, əgər o qəhqəhə çəkib gülürsə, Hı hı. düşünürəm ki, görən içində nəyə ağlayır Hı hı. və ya bir şey ilə öyünürsə, düşünürəm ki, nəyi yoxdur. Nəyi gizlətməyə Nəyi çalışır? gizlədir, nəyi yoxdur? İnsan bəzən olmayan şeyləri ilə övünür. Hı hı. Bəzən elə yalan danışır ki, özü belə inanır. Ona görə, yəni, mənə o tərəfləri maraqlı idi ki, Hı tam hı. olaraq, insanların o görünməyən tərəfini görəndə özünüzü necə hiss edirsiniz? Bu suala cavab verin, sonra keçin başqa suala. Görünməyən tərəfini görəndə necə hiss edirəm? Normal, Bu sizə normal. təsir etmir. Yox, bu mənə təsir. Əksinə çox böyük bir rahatlıq verir. Yəni onu biləndən sonra, görəndən Hı sonra hı. çox böyük rahatlama yaşadım. Niyə? Artıq maskaya ehtiyac qalmadığını gördüm. Eynilə. Və özümün də rol oynamağıma ehtiyac qalmadığını gördüm. Yəqin ki, ilk dəfə biz sizlə danışanda siz onu hiss Bəli. elədiniz ki, dedim sizə də bayaq ki, hara gedirəmsə elə bilirəm hər yan öz evimdir, insanlar hamı bir parçamdır. Mövlana da onu demişdi əslində. Ki biz hər birimiz bir zərrəyik, bir bütünün parçalarıyıq. Və gözəl bir sözü var, deyir, hər nə varsa Adəmdə, o da vardır aləmdə. Hər nə varsa aləmdə, o da vardır Adəmdə. Eynilə. Yəni hamı mənim bacı-qardaşlarımdır, doğmalarımdır, yaxınlarımdır. Xanım hekayəsinin başlanğıcında nəyə tərəddüd etdi? İşləməyə. Çünki bu böyük məsuliyyət idi. Evdə uşaqlar var idi. Balaca idilər bu arada. Bəzən mənə də konsultasiyalarda müraciətdə xanımlar deyir ki, mən necə işləyim? Mənim balaca-balaca uşaqlarım var. Deyirəm mən uşağımı qoyanda 1 yaşı, ən balacamın 1 yaşı var idi mən onu bağçaya qoyanda. Amma mən təhsil almalı idim, təhsilimi özümü inkişaf elətdirməli idim ki, sabah mənim uşağım mənimlə fəxr eləsin. Və bu gün o oğlumun 15 yaşı var və kitab yazıram hal-hazırda. Axşamlar gəlirəm, oxuyuram yazdığım səhifələri ki, necədir. Və həmin oğlum belə qıraqdan divandan baxdı, dedi: "Mama, sənin kimi anam olduğu üçün özümlə fəxr eləyirəm." Təbii ki, sizə çox xoş oldu. Bu mənə Çünki çox biz xoş oldu. Bir ana hə, üçün necə ki ən böyük sevinc övladının onunla fəxr eləməsidir. eynilə, necə ki biz övladlarımızın uğuru ilə fəxr eləyirik, Bəli. eləcə də övladlarımız da bizlə Mən qürur ona necə duyur. ana qoyuram? Necə ana miras qoyuram? Bəzən biz çalışırıq, pul qoyaq övladımıza, mal qoyaq, mülk qoyaq, ev qoyaq. Yox. Bəli, Valideyn örnəkdir. 2 cür insanlar var bu həyatda. Qaliblər var, bir də var qurbanlar var.
Əgər sən qurban mövqeyindəsənsə, fərqi yox, qadınsan ya kişisən. Arxanca sənin övladın gəlir. Qabaqda gedən sənsən və cığırı sən açırsan. Sən ona necə bir nümunə qoyursan? Bəli. Bunu mən vaxtında öz anama da demişdim, mənə məsləhət verəndə. 15 yaşım var idi. Bir məsləhət verdi mənə və hirsləndim anama. Dedim, bəsdir yarımçıq qalmış arzularımı mənim üzərimdə tamamlamağa çalışdın. Bunu dediniz. Bunu dedim, indi də hərdən fikirləşirəm ki, 15 yaşında o uşaq o sözü necə deyə bilərdi? Və anama dedim ki, mənə nəsihət vermə və mənə istiqamət vermə. Sən elə, mən sənə baxım, mən onu təkrar eləyəcəm. Və onda anam deyir ki, sən elə bil mənə şillə vurdun, mən elə bir ayıldım. İndi də baxın cəmiyyətdə uşaqlara, valideyn neyniyir? Vaxtında musiqi ilə məşğul ola bilməyib uşağını musiqiyə qoyur, rəqsə gedə bilməyib uşağını rəqsə qoyur, idmanla məşğul ola bilməyib uşağını idmana qoyur. Heç maraqlanmır ki, bu uşağın ümumiyyətlə idmançı olmaq istəyir bu. Özü idmançı ola bilməyib. Deyir ki, sənin xəbərin var, vaxtında mən istəyirdim futbolla məşğul olum. Atam qoymadı. İndi gör mən sənin üçün necə şərait yaratmışam. Axı sən uşağın üçün yaratmamısan o şəraiti. Sən daxilində o qalmış o boşluq var, sən onu tamamlamağa çalışırsan uşağının simasında. Biz niyəsə çalışırıq ki, uşaqlarımızın həyatını realizə eləyək. Bəli. Bu çox yanlışdır. Uşağı bir yerə Özümüzün. çıxardım, uşağı adam eləyim, uşağı əli çörəyə çatdırım. Sən o yolu özün get. Uşaq da sənin ardınca baxaraq gələcək. Həzrət Əlinin nə gözəl sözü var. Deyir, övladlarınızı tərbiyə etməmişdən öncə özünüzü tərbiyə edin. Onsuz da onlar böyüyüb sizi oxşayacaqlar. Və ən gözəl tərbiyə deyirlər ki, səssiz olan tərbiyədir, Örnək olan. sözsüz. Bəli. Bəli, bu belədir. Baxın, mən sizə bir şey deyim. Bizim yaşıdlarımız bilər, valideynlərimiz bizdən çox danışmazdı. Bəli. Çox ünsiyyətə girməzdi. Bizə ya onlarlar var idi, ya olmazlar var idi. Ya yaxşı idin, ya pis idin. Ya alqışlanırdıq ki, hə o da nadirən ki, hə bunu yaxşı elədin, demirdilər ki, qudurar. Özümüzün qulağımız eşidəndə deyilmirdi, kənardan Kənardan eşidirdik. hə, Bəli. aha, nə yaxşı anam məni filan yerdə tərifləyib və yaxud atam məni filan yerdə tərifləyib. Amma tənqid bir nömrəli idi. Tənqidi hər zaman eşidirdik. Tərif nəsə nadir tapıntı idi. Şərtli sevilməyə alışdıq. Bəli. Ona görə bu gün mükəmməlliyətçiyik. Eynilə. Yaxşı etsəm, seviləcəm. Seviləcəm, bəli. Əslində dünənin sevgi dilənçiləri olan balaca uşaqlardır. O da bir ayrı mövzudur ki, niyə bu gün cəmiyyətdə təsdiq axtarırıq, tərif axtarırıq. Həmin o sevilməyən uşaqların nə olar məni sevin yalvarışıdır əslində bu. Və valideynlərlə uşaqların öz övladlarımda nəyi tətbiq elədim? Bunun defisitini yaşadığıma görə, düzdür, mamama təşəkkür edirəm, hər zaman ünsiyyəti, kontaktı saxlayıb. Övladlarıma dedim, elə bir valideyn olum ki, onlar gəlib mənlə danışmağı istəsinlər. Məcburiyyəti sevmirəm, qəti sevmirəm ki, kimisə nəyəsə məcbur eləyim. İstəyirəm ki, özü gəlsin. Məndə ona lazım olan bir şeyi görsə, zaten gələcək. Bəli. Mənim özümü zorla kiməsə məcbur eləməyim, bu özü bir psixoloji şiddətdir. Və bəzən övladlarım yığılır, xüsusən oğlanlarım. Otururuq, danışırıq. Mama sən necə elədin? Birinin 18 yaşı olacaq, birinin 15 yaşı var. Və başlayırlar, mən danışıram ki, bax o vaxt belə açdım səhifəni, birinci videonu belə çəkdim, tutmadı, ikinci videonu tutmadı, üçüncü video düşdü keşfətə. İnanırsınız, o qədər maraqla onlar onu dinləyirlər. Bəli. Və bir də baxıram ki, biz neçə saatdır artıq danışırıq və onlardan məsləhət alıram. Sizcə Gözəl. filan şey necədir? Bax filan şey filan olsa necə olar? Mən oluram dinləyici, onlar olur psixoloq, mən oluram pasient. Biz qadınlar addım atmağa niyə qorxuruq? Təbii ki, yenə sizə qayıdacağam, amma haşiyə çıxmışkən bu sualın cavabını alım sizdən. Qadınlarda daha çox müşahidə etdiyimiz duyğular hansılardır? Niyə daha çox duyğularını soruşuram? Bəzən bizi elə həyatda idarə edən duyğularımız olduğu üçün maraqlıdır. Qadınları daha çox hansı duyğular idarə edir və onlar bir addım atmağa niyə qorxurlar? Bayaq danışdıq sevgi görməyən qızlardan. Elə oğlanları da ora qata bilərik. Hətta deyirsiniz. Əlbəttə, bəli. Qadınlar ən çox iki şey istəyirlər. Sevilmək, çünki orada boşluq var. Və dəyər görmək, çünki orada da boşluq var. Uşaq vaxtı dəyər görülməyib, sevilməyib.
Bu iki duyğu onların həyatını demək olar ki, idarə eləyir. Amma geri çəkənlərdə soruşsaz, qorxu. Qorxurlar. Çünki uşaq vaxtından bizə nə yeridilib, nəyə proqramlaşdırılmışıq. Bizi biabır eləmə, ayıbdır. Qız uşağısan özünü ağır apar, ağır apar. Sözə baxın. Yenə maska. Yenə bizə maska taxmaq öyrədib. Yəni sən rola gir. Sən rola gir, bəli. Filan kəsgilə getdin, orada belə danışma. Orada belə oturma. Orada belə gördün filan kəslər ordadır, sən keç o biri otağa. Ancaq ustanovkalar, təlimatlar, təyinat. Evdən çıxırsan qonaq gedənə qədər təyinat. Oradan da gəlirsən, proqrama uymadığına görə cəzalandırılırsan. Özün olduğun üçün cəzalandırılırsan. Və bu gün də deyirik ki, filan kəs yalançıdır, filan kəs ikiyüzlüdür, filan uşaq vaxtından buna öyrədilmişik. Nə gözləyirik? Bəli, eynilə. Özümüz kimi olaq, nə edək? Cəza mı yeyək? Bu xüsusiyyəti dəyişmək mümkündürmü? Dəyişə bilirikmi? Hansı yaşda olur olsun fərqi yoxdur. Dəyişmək hər zaman mümkündür. Yetər ki, birinci istəyəsən və beynindəki o baryerləri yıxa biləsən. O başa düşəsən ki, sənə yeridilənlər mütləq həqiqət deyil idi. Belə deyə bilərikmi ki, burada bizə cəsarət lazımdır. Tutaq ki, siz 15 yaşınızda ananıza qarşı çıxmısınız. Bu gün 35 yaşında anaya qarşı çıxa bilmirlər axı və artıq təkcə ana deyil axı məsələ. Bəli. Artıq həyat yoldaşı var, artıq öz qohumları var, həyat yoldaşının qohumları var. Yəni qohum çevrəsi böyüyüb və qadının artıq Zəncirləri çoxalıb. bəli, çəkindiyi yerlər daha çoxalıb. Və bir də siz demişkən, ana obrazını da bizə elə yükləyiblər ki, anasansa yığış otur. Yəni ona görə getdikcə sanki çətinləşir. 15 yaşında baş qaldırmaq məncə daha asandır, nəinki artıq 30 yaşından sonra. Bilirsiniz, əgər arxetiplər var da Jungun dili ilə Mhm. desək. Əgər sən üsyançı bir arxetiplə doğulmusansa, O da maraqlıdır, qəhrəman bəli. arxetipi var orada, valideyn arxetipi var orada, döyüşçü arxetipi var orada, yəni çoxdur arxetiplər. Baxırsan hansı arxetiplə doğulmusan. Əgər uşaq vaxtından sən heç vaxt qadağa qəbul eləməmisənsə, sən böyüyəndə müəyyən müddət o sənə yeridilən dediyim kimi proqramlar, qorxular səni biraz geri salacaq, amma sən üsyançı arxetipi ilə doğmusan, sən yenə üsyan eləyəcəksən Çox və o maraqlı, zəncirləri də qıracaqsan. çox maraqlıdır. Xanım özünə qarşı şəfqətlidir. Şəfqətlidirmi? Deyə bilərəm ki, şəfqətlidir. Əvvəllər yox, indi hə. Əvvəllər öncəliyim özümdən başqa hər kəs idi. İndi öncəliyim özümə. Çünki başa düşdüm ki, həyatın bir nöqtəsində özünü xilas eləyə bilməyən insan bu həyatda heç kimi xilas eləyə bilməz. Öncəlik başqadır, xilas etmək başqadır, bildiyim qədər. Yəni mənim baxış tərəfimdən budur. Və bu gün cəmiyyətdə öncəlik sözünü çox atırlar ortaya. Psixoloji bir belə deyim, dəyişim addımı atmamışamsa mən həyatda, görürəm ki, siz deyirsiniz ki, öncəliyin özün olsun. Öncə sən, özün, birincisən, ancaq özünü düşün. Sizcə mən psixoloji sağalma yolunu seçmədən önə özümü atsam, ailədə qarışıqlıq düşməz ki? Ailəm bir-birinə dəyməz ki? Yəni axı mənim hələ psixoloji sağlamlığım yerində deyil, amma mən öndə olmaq istəyirəm. Hər kəsdən öncə özümü düşünürəm. Əgər söhbət psixoloji narahatçılıqdan gedirsə, psixiatrikdən demirəm, psixolojidən Bəli, deyirəm. təbii. Elə zaten bunlar da ruhun əsarətindən yaranır da. Özünü sonraya atan insanda yaranır. Psixosomatik xəstəliklər, nevroz. Çünki özünü seçmədi. Özündən başqa hamını seçdi. Qadının üç rolu var. Qadın, həyat yoldaşı, ana. Ailə qurandan sonra qadın yoxdur. Qadın olaraq ölürük, halbuki bu bizim içimizdə ölənə qədər olacaq. Yerdə qalır həyat yoldaşı, ana. Bəzən həyat yoldaşı rolumuzda özünü doğrultmur, yenə də qarşı tərəfin sənə olan davranışları, orada güvənin sarsılması, xəyanət. Dünənə qədər sən özünü həyat yoldaşı kimi, silahdaş kimi görürdün və bir gün xəyanətlə üzləşirsən və sanki kürəyinə bir bıçaq saplayıblar. Bütün əl-qol boşalır, bütün dünyan başına çökür və deyirsən buna görə mən bu qədər ili özümü fəda eləmişəm.
Yəni buydu qarşılığı. Başqa bir qadına tərcih edilmək. Qürurun sınır orada. İnancın, bütün hamısı bina çökür. Getdi Əlbəttə, qadın, bəli. getdi həyat yoldaşı. Yerdə qaldı ana. Bütün fokusunu verir övladına, böyüdür, kontrol, hər şey ona, hər şey ona. Övlad 1 yaşdan sonra böyüyür, deyir ki, mən xaricə gedib təhsil almaq istəyirəm. Bunu mən şahidi olmuşam, görmüşəm. Bəli. Uşaq istəyirdi getsin Türkiyədə təhsil alsın və anaya sual verdim ki, niyə istəmirsiniz, niyə icazə vermirsiniz? Çox potensiallı da uşaq idi. Ana keçdi oğlun qabağına, əllərini də belə açdı, o filmlərdəki kimi, Nəcibə Məlikova kimi dedi, qoymaram. Qoymaram. Mən onu bilirsən nə əziyyətlə böyütmüşəm. Bəli. Aldım uşağın geri. Əslində əziyyətlə böyütmək yox. Yeganə həyat stimulu. Bir dənə o qalıb. Çünki qadınlığı yox idi. Qadın kimi deyil idi. Ərindən boşanmışdı. Bir dənə əlində qalan övladları idi. Və həyata tutunma stimulu da bu uşaqlardır. İndi uşaqlar deyir ki, biz istəyirik gedək, müstəqil olaq, özümüzə bir həyat yolu seçək. Qoymur. Ana qoymur. Çünki bunu da əldən versə, yerdə nə qalacaq? Deyirsiniz ki, başından bəri o qadınlığı qoruyub saxlamaq və ana xətt Mütləq. kimi götürmək lazımdır. Ana xətt kimi bəli. Əslində balanslaşdırılsa çox gözəl olar. Qadın da, həyat yoldaşı da, ana kimliyi də. Biz Bir kimliyə takılıb qalmaq olmaz. yenə fədakarlıq etdikcə, daha çox fədakarlıq etdikcə və ya daha çox başqalarını düşündükcə azalırmı? Özümüzdənmi vermiş oluruq? Nə Əlbəttə baş özünü verir yəni? parçalayırsan, bir vərəqi düşünün. Götürün bu dəqiqə bu vərəqi mən cırım. Parça-parça hissələrə və onu paylayın. Məndən geriyə nə qalacaq? Az qal. Bayaq bir vərəq idim. İndi xırda-xırda paralara bölünmüşəm və bu gəlib biraz götürüb, o gəlib bütün parçalandı. Və mən özümü fəda eləyəndə, aşırı fəda eləyəndə, ümumiyyətlə aşırı fədakarlıq yaltaqlıqdır, bilirsiniz. Yox, bilmirdim. Birinə psixologiyada belə söz oyunları var. Məsələn, mən desəm ki, Sevinç xanım, siz insanlara aşırı dəyər verirsiniz. Bu sizin xoşunuza gələr. Amma əslində bunun alt mənası üstünədir, yaltaqsınız. Hətta Bəli. açıqlama verə bilərikmi? Əlbəttə. Yəni niyə insanlar birilərinə aşırı dəyər verir? Ya da yaltaqlanır belə demək. Bəziləri vəzifə istəyir, bəziləri məqam istəyir, bəziləri sadəcə sevgi istəyir. Bir sevgiyə görə yaltaqlanırlar. Məndən razı qalsınlar. Məsələn, qadındır. Ana heç vaxt bundan razı qalmayıb. Ailə qurur, bu dəfə də qaynanaya yaranmağa çalışır. Başına gedir, ayağına gəlir, hər cür ona xidmət göstərir. Ki nə var o desin ki, sağ ol ay qızım. Bax, bu sözün həsrəti ilə yaşayan xanımlar tanıyıram ki, sağ ol ay qızım. Buna ehtiyacı var desək daha doğru olmazmı? Ehtiyacı var sadəcə. Amma bunu səhv yoldan əldə etməyə çalışır. Əgər bir insan fədakarlıq edirsə, kökdə çox böyük ehtiyacı var. Psixologiyadan yana çıxaraq dediniz təbii ki, amma mən bir insan olaraq müşahidəmdən dolayı və artıq illərdir ki, psixoloqlarla üz-üzə söhbət edirik və hərədən biraz eşitdiklərimi analiz edərək belə nəticəyə gəlmişəm ki, bu həqiqətən də sağalmamış psixologiyadır. Sağalmamış qadın psixologiyasıdır. O ehtiyac duyur. Ümumiyyətlə ehtiyac özü psixoloji bir problemdir. Daima birilərinə ehtiyac duymaq. Özümü sağaltmaq üçün, yəni necə ki, başımız ağrıyan kimi o dəqiqə dərmana qaçmırıq. Eynilə ona ehtiyac duyuruq. O ehtiyacımız ödənərsə, sığal ehtiyacı, söz ehtiyacı, qayğı ehtiyacı, alqışlanmaq ehtiyacı, təsdiq ehtiyacı. Bunların özü bir psixoloji siqnal deyilmi? Nəsə o xəbər vermirmi ki, mənim daxilimdə mən əziyyət çəkirəm, Boşluğum. mənim boşluğum var. Və o boşluğu bəzən biz çox vaxt biz xarici faktorlarla tamamlamağa çalışırıq. Yəni, Məsələn, hansısa insandan gözləyirik ki, gəlsin bizə sevgi versin, bəli. bizə dəyər versin, Bəs biz necə bizə edək? təsdiq Tamam, versin. özümüz edək. Özümüz necə edək? Deyirsiniz ki, qadın balansı yaratsın. Düzdür, mövzu yayındır, amma yenə təbii ki, gələcəyik sizin üzərinizə. Mənə sizin həyatınız maraqlıdır və Mən necə sizin balanslaşdırdım? bəli.
Gəlin elə sizə çox gözəl Yaxşı. dediniz. Evet. Mən ümumi götürəcəydim. Hı hı. Qadınlar necə balanslaşdırsın? Siz necə balans yaradırsınız və mənə çox maraqlıdır ki, baş edə bilmədiyiniz duyğularınızı necə tənzimləyirsiniz? Bəzən olurmu ki, partlayan emosiyalarınız olur, amma onu necə bir araya yığırsınız? 2 sualı birləşdirdim ki, daha çox Birinci sizdə başlayım qalaq. ki, necə balanslaşdırdım. Daha doğrusu, insanlardan olan ehtiyacımı necə kəsdim? Təsdiq, tərif, sevgi, Hı yəni hı. hamı kimi mənim də elə bir Siz ehtiyacım o var zaman, idi. təsdiq edirsiniz ki, bu yaltaqlıqdır Və deyirsiniz və bəli, həm bəli, hamınızda bəli, var. bəli, bəli, bəli. Çalışırdım hamıya yaranım. Hı hı. Kimi görürdüm ona yaranmağa çalışırdım. Uşaq vaxtından bu belə idi. Qonşunun gedib evini yığışdırırdı. Qonşunun da evində 5 qızı var idi. Nasıl dedi? Mən isə tək qız idim. Gedib qonşunun evini, 5 qızı olan ananın evini yığışdırırdım. Tərifləyəcəklər Nə sizi. var, nə var? Orada bir Mədinə xala idi. Deyir, nə var? O da deyirdi, görün necə xalım yaxşı qızdır, görün nə ağıllı qızdır. Xalqın uşağı olmusunuz o zaman Xalqın siz. uşağı olmuşam. Nə gözəl. Çünki evdə onu almırdım. Evdə onu almırdım. Və başqalarına yaranaraq o ehtiyacı ödəməyə çalışırdım. Və bunu, sonra təbii ki, mən də müəyyən zərbələr aldım. Hamı kimi ki, eləyirik, qarşılığını görmürük. Eləyirik, qarşılığını görmürük. Mən hamının işinə yarayıram. Kömək lazımdırsa birinci mən qaçıram. Bu arada eyni zamanda yardımlarla da məşğul oluram. Özümü bildim biləli ehtiyaclı ailələrə və özümü yaxşı insan sayıram. Və bir dəfə yaxşılıq elədiyim uzun müddət, 15 il yaxşılıq elədiyim biri dözmədim. Xırda bir şey istədim ondan. O da bunu mənə eləmədi və dözmədim. Axı bizdə də o söz var ki, elədiyini deməzlər, adam elədiyini dilinə gətirməz. Sadəcə həqiqətən dözmədim. Dedim ki, bəs mən bu qədər sizə eləmişəm. İstədiyim də çox xırda bir şey idi. Həqiqətən çox kiçik bir şey idi. Bilirsiniz qayıtdı mənə nə dedi? Belə baxdı üzümə dedi, eləməyərdim. Belə çox sakit, çox normal bir şey kimi baxdı, dedi ki, eləməyərdim. Və o an hiss elədim ki, sanki çiyinlərim düşdü, qollarım belə, əllərim yanına düşərək belə açıq. Belə qalmışam belə, heç nə də deyə bilmirəm. Çünki adam deyir ki, eləməyərdim də, düz deyir, o məni məcbur eləməmişdi axı. Bəli. Mən özüm eləmişdim. Və o mənə çox böyük bir şillə və dərs oldu ondan sonra. Və çox Allaha dua elədim ki, niyə? Axı mən pis olmamışam, axı mən yaxşılıq eləmişəm. Niyə? Və aydınlandım orada ki, sanki bir daxildən mənə bir cavab gəldi ki, mən elə bilirdim ki, mən yaxşı insanam deyə yaxşılıq eləyirəm. Allah rızası üçün yaxşılıq eləyirəm. Dindarlardan çox eşidərsiniz ki, Allah Bəli. üçün elə. Və hədislərin birində belə bir söz var. Deyir, riya gecə vaxtı qara daşın üstündə gəzən qara qarışqadan da gizlidir. Riya yəni əməldə alternativ mənfəət, belə deyək. Üzdə Allah üçün görünür, Bəli. altda başqa bir şey var. İkiyüzlülük. Buna deyirlər riyakarlıq. Və bu günümüzdə çoxdur. Və mən onda başa düşdüm ki, mən riyakar insanıymışam. Mən Allahı da aldadırmışam. Siz eyni zamanda özünüzə qarşı ədalətlisiniz. Mən Əgər bunu mən sezdim. həqiqətən bu əməlim xalis Allaha xatir olsaydı, birinci mənim qarşımdakından gözləntim olmazdı. Eynilə. Və onun mənə eləməyərdin deməyi məni bu qədər sındırmazdı. Demək ki, qarşılıqsız olmayıb. Mənim gözləntim olub. Yəni burada Allahlıq bir şey yox idi. Təbii ki. Və ondan sonra şükür edirəm, çox şükür elədim Allaha. Dedim, ya Rəbbi, nə yaxşı ki, sən mənə bu dərsi yaşatdın. Və nə gözəl ki, hadisələri izləyirsiniz. Və bu Evet. çox önəmlidir. Bəzən insan həyatında dəyişim elə oradan başlayır ki, biz hadisələri izləyir və analiz edirik. Həyatımızda baş verənləri ahva ilə qarşılamaq var. O bir şey baş verir və haçan baxırsan ağlayır. Ağlayan insanlar deyirik, ya adam Bəli. oturmaq da istəmir, enerjiniz indi ona enerji vampiri deyirik də müasir dövrdə, amma o vaxtda buna ağlayan adamlar dedi. Filan kəslə də otura bilmirəm. Niyabət Ancaq deyirdi. ağlayır. Bədniyabətdir, bəli. Ancaq ağlayır, ancaq yoxdur deyir, ancaq hamı mənə bunu eləyir, mən yaxşılıq İnşallah elə. da sana qurban deyir. Aha. Qurban. Amma analiz etmək Baxın, iki cür hadisələri. baxa bilirik hadisələrə. Ə, İki cür daha doğrusu yanaşan insanlar var. Bunlar da bölünür. Qaliblərə və məğlublara. Bax sizin dediyiniz, ya ağlayıb gəzən insan olacaq, Hı hı. ya uğurlu insan olacaq. Hadisəyə necə yanaşmağından çox şey asılıdır.
Ağlayıb gəzənlər bu sözü deyir. Bu şey niyə mənim başıma gəldi? Elə bil ki, başqasının başına gəlməli idi. Səhvən bunun başına gəldi. Özü də elə də deyir ki, niyə axı mənim başıma gəldi? Niyə Kimin mən başına? seçildim? Kimin istəyirsən ki, başqasının başına gələrdi. Yəni budur sənin yaxşı Və bu insanlığın. sənin imtahanındır. Başa əgər O mənim onu qəbul imtahanım eləmir onu. mənim imtahanımdırsa mənim başıma gələcəkdir və təbii ki, başıma bir şey gəlirsə, Mhm. işarədir də. O işarəni oxumaqdan söhbət gedir. Əgər sən deyirsənsə ki, bu şey niyə mənim başıma gəldi, sən olacaqsan qurban mövqeyində. Əgər sualı tərsinə qoysan, başqa cür qoysan, bu hadisə mənə nə öyrətdi? Sən qalib olacaqsan. Çünki ona dərs kimi baxacaqsan. Həyat sənə dərslər verir. Məktəbə gedirsən, müəllim dərsə gedirdi, müəllim dərs verirdi. Gəlirdi, oturduq evdə ağlayırdıq ki, bu misalı necə həll eləyəcəm? Bu məsələni necə həll eləyəcəm? Zəng eləyirdi, hansısa sinif yoldaşımızdan soruşurduq ki, sən bu məsələni həll elədin, bunun həlli necə idi? Baxın, çıxış yolu axtaran insanlar. Bir qrupu da deyir ki, müəllimin verdiyi tapşırıq çətindir, mən bunu eləyə bilmirəm, dəftər bağlayır, qoyur sumkaya, sabah gedir, müəllim də açır, yazır 2. Və bəzən də bəhanə uydururuq. İşıqlarımız sönmüşdü, qonağımız vardı. Ay sağ olun, O da bəli. bir ayrı. Çünki eləmək istəmirik. Həyatda da elədir. Bəhanə uydurub işin içindən çıxmağa Çıxırıq. çalışırıq. Amma onun həllinə yönəlik addım atmırıq və başqalarını günahlandırmağa çalışırıq. Hər bir hadisə bir hədisdir. Hədis sözü var. Dindarlar bunu çox yaxşı bilir. Deyir, hədis var. Peyğəmbərdən hədis var. Hədis sözünün mənası ərəbcədən söz deməkdir. Tərcümədə söz deməkdir. Və baxın, hadisə, hədis, Bəli. eyni kökdən. Hər hadisə bir hədisdir. Sənə nəsə deyir. Eşidə bilirsən? Qulaq assan eşidir. Biraz qulaq versən Eşidəcəksən. eşidəcəksən. O zülmət səni nura aparır. O zülmətdəki nuru görə bilsən. Amma biz zülmətin içində olanda, Gestalt terapiyada bunu Friedrich Perls dedi. Parçanı görürük deyə, fiquru görürük deyə fonu görə bilmirik. Parçanı görürük deyə bütünü görə bilmirik. Məsələn, Həzrəti Yusifin quyuya atılması. Qardaşlar döyür, atır quyuya. Zahirən çox pis bir hərəkət idi. Qardaşlar onu döydü, işgəncə verdi. O mənə həyat hekayələri danışırlar ki, məni belə incitdilər, elə elədilər. Bəs o düşüş idi səni qaldıran. Bəli. O quyunun içindən Allah Yusifi çıxartdı. Çünki o Yusif döyülüb quyuya atılmasaydı, onu karvan gəlib tapmasaydı, onu Misirə aparmasaydılar, o bu dünyadakı missiyasını necə icra eləyəcəkdi? O Misirin əzizi necə olacaqdı? Misir də bilirsiniz də, o vaxtki dövlətlərin içində indiki Amerika kimi bir şey. Və ikinci adamı oldu. Amma o onu gəlsə kökünə qardaşları tərəfindən döyülməyinə borcludur. İndi bu hadisə pis idi yoxsa yaxşı idi? Baxır kim üçün? Baxır hardan baxırıq. Bəli, hardan baxır? Eynilə. Quyunun dibindən baxsaq pis görərik. Amma şahlıq zirvəsindən baxanda yaxşı bir şey idi. O zaman sizin o təşəkkür edin dediyiniz bəzən budur. Hadisəyə təşəkkür etmək. Hadisəyə təşəkkür eləmək. Mənə pislik eləyən insanlara çox təşəkkür edirəm. Bunu ürəklə etməliyik yoxsa? Bunu ürəklə etmək. Sən başa düşəndə ki, o belə etməsəydi, sən indiki sən olmayacaqdın. Əgər olmağı bacarmısansa təbii ki. Təbii ki. Əgər orada qurban mövqeyində ilişib qalmamısansa, ki o da ayrı bir mövqedir, mövzudur. Əgər bir insan qurban mövqeyində ilişib qalırsa, deməli orada onun komfort zonasıdır, ona elə rahatdır. Bəli. Manipulyasiya eləyəcək, ağlayacaq, məni döydülər, məni incitdilər, məni söydülər. O birisi də özünü qəddar hiss eləyəcək. Arada bir də gətirib indi günahını yumaq üçün nəsə buna bir yüngülvari, bir padarkadan falan, hədiyyədən nəsə verəcək. Hə, bu da onu minnətlə alacaq ki, yəni bu da döymüsən də. Amma ona çətindir həyatın məsuliyyətini öz üzərinə götürmək. Döyüş və qaçmadır. Eyni. Döyüşmək çətindir, ona qaçmaq daha rahatdır. Və sizi zalım elan eləyib, məsuliyyəti sizin üzərinizə atmaqdır. Yəni qurban mövqeyinin kökündə bir pozisiya durur. Uşaq ego halı. Mən məsuliyyət götürmək istəmirəm. Bəli. Onun üçün də bütün yollara əl atırıq ki, bircə məsuliyyət götürməyin. Bircə məsuliyyət götürmək. Asıq deyil. Sizi günahlandırım, siz də gedin özünüzü günahkar hiss eləyin. Arada da gəlin mənim qayğıma qalın. Anladım.
Sizə bir sual daha vermişdim, o sualı Hı hı. təkrarlayacağam. Ümid edirəm ki, qarşılıqlı düşdü cavab Hı vermədiniz, hı. yoxsa Ben əks halda unuttum. yayınmasız. Hı hı. Sizi yoran emosiyalarınızla necə baş edirsiniz? Məni yoran emosiyalar. Bu mesajımız əslində qadınlara kömək Hı hı. olacaq. Ümumiyyətlə, Məni yoran emosiyam yoxdur Sevinç xanım. Çox qəribə gələ bilər bəlkə. Özüm son anlarda, son aylarda biraz oturdum, düşündüm ki, mən özümlə o qədər xoşbəxtəm, o qədər yaxşı yola gedirəm özümlə. nə gözəl. Belə bir narahat eləyən bir şey yoxdur məni. Özü ilə pis yola Bilmirəm. getmə necə olur ki? Özü ilə insan Daxili konflikt yaşayırsan. daima danışırıq Da içimizdə. neqativ danışma. Bir var pozitiv dialoq, Aha. biri var neqativ dialoq. Məsələn, Pozitiv mən necə dialoq danışıram? Siz qazandırır. qazandırır. Siz dediniz ki, zəng elədiniz, dediniz ki, bir verilişə çağıracağam səni. Beynimdə pəncərə açıldı. Hı hı. Artıq beynimdə düşünürdüm ki, nə danışacağam, nə bu podkastı bir 3-4 dəfə mən beynimdə evdə tək çəkdim. Aha. Sizlə söhbət elədim, onu yaşadım. Bu pozitiv dialoqdur və mənə xoş idi. Və yaxud başqa bir video çəkəcəm, video hazırlayacağam, sual gəlib hansı mövzuya toxuna bilərəm. Və yaxud yenə mən baxdım ki, daxilimdə apardığım bütün dialoqlar pozitivdir. Buna fikir verməmişdim. Və sonra bu həyəcan, təşviş pozuntusu olan insanlarla işləyəndə ki, onların görürəm beyinlərində daimi düşüncə var və özü də neqativ düşüncələrdir. Tutaq ki, nə kimi? Məsələn, ə, bu iş sabah necə olacaq? Özünü doğrulda biləcəkmi, bilməyəcəkmi? Biznes qurmuşam, pulumu batıracağammı, çıxaracağammı? Uşağımın gələcəyi necə olacaq? Məktəb gəlir qabaqdan, sentyabrın 15-idir, məktəb paltarı alınmalıdır, sumkası alınmalıdır. Yəni baxırsan, anca beynində problemlər var və beynində o problemləri necə həll eləyəcək onun düşüncəsidir. Bəs bura bir aydınlıq gətirək. Adətən siz psixoloqlar deyirsiniz ki, sual verin, sualla inkişaf edəcəksiniz Hı və ya hı. sualla dəyişəcəksiniz. Bu sual o sual Yox, bu deyil, sual o sual deyil. başqa sual. Hə. Bu insanlar daha çox kontrolcu insanlar olur. Həyəcan, təşviş pozuntusundan əziyyət çəkən insanlar kontrolcu insanlar olur. Onlar kontrol etməyi sevir. Mən isə qətiyyən kontrol etməyi sevmirəm. Bəs Və sizin Friedrich dediyiniz Nietzsche'nin bir suallar. sözü Aha. var. O deyir ki, dövr gələcək, bu arada o kitabı istəyənlər oxuya bilər. Zərdüşt belə söylədi, bəlkə Hı adını hı. eşitmisiniz. Orada belə bir cümlə oxudum. Dedi, vaxt gələcək, Nietzsche dedi, elə bir insan növü olacaq ki, onlar nə idarə ediləcəklər, nə də idarə edəcəklər. Çünki bilirlər, hər ikisi çətindir. İkisi çətin. İdarə edirəmsə, mən kontrol edən tərəfəmsə, mən məsuliyyət götürməliyəm. Edilirəmsə, orada da qurban mövqeyinə düşürəm. Yəni şəxsiyyətimin üzərində kimsə bir super personasını qurur. Personanın üzərində bir üst tabe olmaq da insanı yorur axı. Təbii ki. Tabe olmaq qədər tabe etmək də çətindir. Və mən bunların ikisindən də azadam. Bəlkə də fövqəladə insan dediyi Nietzschedir. Çox maraqlı. O Amma zaman mən siz sadəcə bir sualı daha verəcəm. Hı hı. Bəs sizin, yəni psixoloqların dediyi o sualla inkişaf hansı suallardır? Deyirsiniz ki, sualla inkişaf edir Bax, insan. bayaq danışdığımız kimi, bu hadisə yaşadım. Bu hadisədən mən nə öyrəndim? Bəli. Pozitiv sual deyil o Pozitiv zaman. sual deyil. Mən öyrəndim. Mən bu dərsdən nə öyrəndim? Məsələn, çox sevdiyim məşğul işləyirəm, gözəl olub, iş günüm də gözəl keçib, hər şey əla. Amma axşam olur, baxıram ki, mən daha çox verən tərəf olmuşam. Məlumatın belə verəni olmuşam, alanı olmamışam. Və görürəm ki, içimdə bir narahatçılıq var və bu yaxınlarda elə həyat yoldaşımla bir dialoq oldu. Deyirəm, yata bilmirəm. Deyir, niyə? Deyirəm, xoşbəxt deyiləm. Deyir, bəs səni nə xoşbəxt eləyir? Deyirəm, bir məlumat oxuyum, bir kitabdan bir söz oxuya bilərəm. O məni çox xoşbəxt eləyə bilər. Deyir, yaxşı, sən dur get onda biraz kitab oxu, sonra gələrsən. Bilir ki, nə olacaq. Hə, o bir cümlə mən oradan götürə bilərəm və o öyrənmənin verdiyi, bu arada dopamin hormonu ifraz olur. Xoşbəxtliyi mən heç bir pula dəyişmərəm hətta. Pul məni o qədər xoşbəxt eləmir. Amma öyrənmək məni çox xoşbəxt edir. Eee, İşimdə də bu arada onu gördüm ki, pul vasitədir. baxır sizi nə xoşbəxt edir. Demək ki, elə adam var, onu pul xoşbəxt edir. 2 cümləsindən biri puldur. Pul sadəcə konforumuzu təmin eləyir. Ehtiyacsızlığımızı təmin eləyir. Niyə xoşbəxt oluruq? Heç kimə gedib əl açıb 5 qəpik istəmirəm. Heç kimə yalvarmıram. Heç kimdən asılı deyiləm. Müstəqillik verir mənə pul. Pul özü özlüyündə insanı xoşbəxt eləmir.
pulun sənə qazandırdığı şeylərdir səni xoşbəxt eləyən. Eynilə. Kaş bunu hamımız bilə bilsək. Aslında və onda pul həyatımızın hədəfinə çevrilmir. Yəni o pula məbud kimi baxmırsan, onu bütləşdirmirsən. Pul Vasitə bizi görürsən. biri var pul bizi idarə edir, bir də var ki, biz pulu Biz pulu idarə idarə edirik. eləyirik, Məncə elə bəli. biz pulu idarə etsək daha gözəl olar və eyni zamanda da yəni bəzən pulu həqiqətən elə eləyə bilərik ki, uğurumuzun açarı da ola bilər. Baxaq necə istifadə edirik. Gələk artıq sonuncu suallara və bu sırf qadınlara mesajınız olacaq. Tutaq ki, qarşınızda bir qadın oturub və o deyir ki, artıq gücüm yoxdur. Nə məsləhət verərdiniz? Bəzən gücün tamamilə bitməlidir ki, sənə yeni bir güc gəlsin. Sən quyunun dibini görməlisən ki, zirvəyə qalxa biləsən. Və çox şeylər də quyunun dibində adama gəlir. Çox açılımlar, çox deyirlər aydınlandım, aydınlanmalar. O bayaq mən dediyim kimi əllərim boşaldı, qaldım belə. Amma aydınlanma yaşadım o boşluğun içində. Və yeni bir mən doğuldu. Hər dəfəsində yeni sən doğulursan. Hər bitişin bir başlanğıcın göstəricisidir. Bunu heç kim unutmaz. Və qadınlara bir neçə mesaj göndərmək şansınız olsa ki, hazırda var. Onlar hansılar olardı? Onu da deyin və sonda kiçik xanıma toxunacağam. Qorxmasınlar. Həqiqətən qorxmasınlar. Bu həyatda gözlərində böyütdüyü, itirmə qorxusudur. Ay filan kəs gedər, mən onsuz necə yaşayaram? Yaşayacaqsınız. Hətta olduğunuzdan daha gözəl yaşayacaqsınız. Amma sizi geridə saxlayan qorxularınızdır. Sadəcə qorxularınızın üstünə gedin, bu qədər. Məhz qorxduğunuz üçün gedin özdə. O ki sizi Qorxduğunuz üçün qorxudur. qorxularınızı üzərinə gedin. Bəli, mən elə eləmişəm. Bir şey məni qorxudanda, o qorxmağım mənə çox pis təsir eləyirdi ki, mən necə qorxa bilərəm? Mən qorxağam. Məhz o işi qorxduğuma görə görmüşəm. Ki gedim onu eləyim görüm onun arxasında nə var, sonra nə olacaq? Çox Və gözəl. gedib görmüşəm ki, heç də qorxduğum kimi bir şey deyilmiş. Və demişəm ki, pis olacaq. Biləcək ki, ən azından hələ bu pis idi. Həm də təcrübədir. Təcrübə yaxud səhv eləyəcəm, hə də başa düşdüm ki, indi bu səhvdir də, yəni bunu belə eləmək olmazmış. Onu Təbii ki, öyrənəcəm. etməyəcəm. Və bir də etməyəcəm, bəli, dərsimi alacam, bir də etməyəcəm. O zaman qadınlara dedik ki, qorxmasınlar. Qorxmasınlar. Nə gözəl. Sonda isə kiçik xanıma mesajınızı istəyərdim. Sizə nə qazandırdı? Hazırda onunla necəsiz? Təşəkkürünüzü ona bildirin və sağollaşaq. Yaxşı ki, belə qız olub. Yaxşı ki, elə o kiçik xanım hal-hazırda sizin qabağınızda oturub, o ölmədi. Və mən onu 15 il öldürdüm. Amma sonra onu geri qaytardım. Və nə yaxşı ki, o yenidən gəldi. Nə yaxşı ki, biz qovuşduq. Bu çox qadına əslində bir mesaj idi. Bəzən biz qadınlar həqiqətən də unuduruq. Mənimizi unuduruq, uşaqlığımızı unuduruq. O qədər öz uşağımıza fokuslanırıq, öz uşaqlığımızı unuduruq. O daxildəki, yəni çox gözəl vurğuladınız, heç vaxt ölmür, o bizlə gedir. Amma görməzdən gəlirik. Sonra da o qışqırır bizə, o hayqırış deyirlər. Biz onu Anamız kimi eşitmirik. deyirik ki, kəs səsini. Kəs səsini. Bunu real demirik. Məsələ budur. Nəsə baş verir. Biz narahatıq, amma bilmirik o yanımızdakı uşağın səsidir. Necə ki yuxuda qışqırırıq, səsimiz heç kimə çatmır. Nəsə demək istəyirik, kimsə bizi eşitmir. Eynilə biz sanki o cür davranırıq və o uşağı eşitmirik. O uşaq da istər-istəməz bizdə narahatlıqlar yaradır. Küsür və sonra Bizi deyirik ki, buraxır. depressiyadayım. Ona görə də mənə çox maraqlı idi ki, bir psixoloqun öz uşaqlığına təşəkkürü və onunla dialoqu və bu bir çox xanıma məncə yaxşı gələcək. Mən sizə dərin təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram Mən bu çox gözəl təşəkkür söhbət edirəm. üçün.
Siz çox təşəkkür edirəm ki, çağırdınız. Çox xoş oldu sizinlə söhbət eləmək. Çox maraqlı idi. Əminəm ki, əslində hələ danışmayacağıq. Çox şey. Danışmadığımız o qədər mövzular var. İnşallah nəsib qismət olarsa. 2026-nın ortasında da çağırarıq, sonunda da çağırarıq. Necə ki İnşallah. sizinlə başladıq. İnşallah. Sizə də bu ildə uğurlar arzulayıram. Necə Təşəkkür ki edirəm. uğurlusunuz. Mən elə sizin fikirlərinizlə sağollaşacağam izləyicilərimlə, əziz xanımlar. Uğur əvvəldə də qeyd etdiyim kimi asan başa gəlmir. Yəni bu uğuru əldə etmək üçün hər kəs əziyyət çəkir. Birinin uğuruna baxanda onu qınamaqdansa, sorğulamaqdansa, necə getdi o yolu, ondan özümüzə nəticə çıxartmalıyıq və qonağımın bir cümləsi ilə bitirəcəm. Necə dedi ki, hər hadisə danışır, hər hadisə bizə nəsə deyir, həyatımızda baş verən təbii ki. Hadisələrinizi izləyin, onlar təbii ki sizə nəsə deyir və bu çalışın o deyilənləri gözəl istiqamətdə yönləndirəsiz və həyatınızda daim uğur qazanasınız. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.